həyatdan çıxartdığınız ən böyük dərs hansı olub? Çətin sualdır mənim üçün. Həyat ümumiyyətlə başdan ayağa dərsdir. Həyatdan çıxardığım ən böyük dərs seçməkdə çətinlik çəkirəm sözüm. Yəni həyat nə öyrədib mənə belə çıxıda bu yaşa qədər, nə öyrədib. Mən hesab edirəm ki, indi bax siz deyə dedikdən sonra seçim eləməli olsam ki, həyat mənə nəyi öyrədib. Hesab edirəm ki, bir qədər fani üzünü daha çox göstərib mənə. Yəni hər şeyin müvəqqət olduğunu daha yaxşı anlamağa başlamışam. Əslində həyatın yüksək məqsəd olmadan puç olduğunu anlamağa başlamışam. Anlamağa başlamışam ki, məqsədsiz yaşamaq faciədir və bunu öyrədir. Məqsədsiz yaşamaq həqiqətən də faciədir və insan məqsəd seçibsə, ona doğru hərəkət edirsə, güdülüyürsə, axsıyırsa, bu bağışlanandır, başa düşüləndir. Amma insan heç bir ali məqsədə doğru hərəkət edilmişsə, yerində addımlayırsa, və ya səhv istiqamətdə hərəkət edirsə, onun hərəkət sürəti belə öz əleyhinə yönəlir. Ona görə hesab edirəm ki, həyat mənə öyrədib ki, həyatda bir uca məqsədin olmalıdır, ona doğru hər hansı şəkildə də olsa hərəkət etməlisən.